Salam. Tərbiyəçi müəllimlərə dəstək məqsədi ilə təşkil olunmuş növbəti vebinarımızda hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz məntiqi və riyazi təfəkkürün inkişafıdır və mənim tərəf müqabilim Ülkər müəllimədir. Buyurun Ülkər müəllimə. Çox sağ olun Günar müəllimə təqdimat üçün. Mən də öz növbəmdə bütün izləyicilərimizi salamlayıram və ümid edirəm ki, bugünkü vebinarımız onlar üçün çox maraqlı və faydalı olacaq. Mövzuya keçid etməzdən əvvəl auditoriyaya müraciət etmək istərdim. Bəzən biz şərh bölməsində görürük ki, tərbiyəçi müəllimlər işlədikləri müəssisələrin nömrələrini qeyd edirlər. Ancaq təklif edərdim ki, bunun əvəzinə mövzu ilə əlaqədar öz fikirlərini və yaxud da suallarını bizimlə bölüşsünlər və keçid etmək istəyirəm mövzumuza. Qeyd etdiyimiz kimi mövzumuz məntiqi və riyazi təfəkkürün inkişafıdır. Ümumiyyətlə bizim hamımızın, həyatımızın çox hissəsini riyazi anlayışlar, riyazi terminlər təşkil edir. Bu anlayışlar bir çox sahədə, istər tikintidə, istər kulinariyada, istər bizim gündəlik alış-verişlərimiz zamanı, istər vaxta nəzarət edən zaman və yaxud da böyük maliyyə geniş bir, ən böyük qlobal maliyyə hesablamalarını aparan zaman bizə lazım olur. Böyüklər kimi uşaqların da gündəlik həyatında riyazi anlayışlar kifayət qədər yer alır. Məsələn, misal gətirə bilərik, yuxudan nə zaman oyanırlar, yatağa nə zaman uzanır, diş fırçasına nə qədər diş macunu sıxmalıdır və yaxud da növbətçilik zamanı süfrəyə neçə ədəd boşqab, neçə ədəd fincan, neçə ədəd qaşıq qoymalıdır. Əşyaların ölçüləri bir-birinə görə nə ilə fərqlənirlər? Və bütün bu suallara uşaqlar məhz məktəbəqədər dövrdə cavab tapırlar. Və məktəbəqədər müəssisələrdə riyazi biliklərin öyrədilməsinin əsas forması məşğələlərdir. Riyazi məşğələlər, ümumiyyətlə riyazi biliklər digər məşğələlərdə olduğu kimi müəyyən bir ardıcıllıq əsasında, yəni varislik prinsipi əsasında həyata keçirilir. Və bu biliklərin öyrədilməsi də biz tərbiyəçi müəllimlərdən müəyyən bir peşəkarlıq tələb edir. Çünki tərbiyəçi müəllim hər yaş qrupuna uyğun proqram məzmununa hakim olduqdan sonra nəticə yönümlülük prinsipinə əsaslanaraq məşğələyə hazırlaşır və bu zaman uşaqların həm yaş xüsusiyyətlərini, həm onların bilik səviyyələrini, həm fərdi xüsusiyyətlərini nəzərə alır və bu xüsusiyyətlər əsasında da məşğələdə istifadə edilən didaktik və əyani materialları hazırlayır. Düzdür, qeyd etdik ki, riyazi biliklərin öyrədilməsinin əsas forması məşğələdir. Yalnız biz bu bilikləri məşğələdə deyil, məşğələdən kənar fəaliyyətlər zamanı da uşaqlara aşılayırıq. Bəs bu fəaliyyətlər hansılardır? Gündəlik həyati situasiyalar zamanı, gəzinti və yaxud da müşahidə zamanı, produktiv fəaliyyətlər zamanı, hansı ki, rəsm, aplikasiya, yapma, quraşdırma fəaliyyətlərini biz bura daxil edə bilərik və uşaqların ən sevimli fəaliyyəti olan oyun fəaliyyəti. Riyazi anlayışların formalaşdırılması müxtəlif istiqamətlərdə aparılır və bu istiqamətlər təbii ki, bir-biri ilə sıx əlaqədədir. Bəs bu anlayışlar hansılardır? Biz hansı istiqamətdə uşaqlarla bu işləri aparırıq? Miqdar və say təsəvvürləri, ölçü təsəvvürləri, həndəsi fiqurlar, zaman təsəvvürləri və fəza səmtləşməsi. Günar müəllimə, düz vurğuladınız. Bu 5 istiqamət bir-biri ilə sıx əlaqədardır. Yəni bu üzrə keçirilən məşğələlər bir-biri ilə sıx əlaqədardır. Mən də bu istiqamətlərdən biri olan miqdar və say təsəvvürləri haqqında istərdim ki, praktik və nəzəri biliklərimizi izləyicilərimizlə bölüşək. Bilirik ki, məktəbəqədər təhsilin məzmununun reallaşdırılmasında əsas yer məşğələdə və məşğələdən kənarda olan təlim-tərbiyə prosesinin planlaşdırmasıdır. Biz də çalışmalıyıq ki, yəni miqdar və say təsəvvürlərini sadədən mürəkkəbə doğru artıq yəni bütün yaş qruplarında formalaşdıraq və elə kiçik yaş qruplarından başlayırıq miqdar və say təsəvvürlərini. Kiçik yaşlarından uşaqları
əşyalar, yəni formasına görə, ölçüsünə görə, miqdarına görə əşyalar, fərqlənən əşyalar əhatə edir və uşaqlar həmin bu əşyaları görürlər, adlandırırlar, fərqləndirirlər. Hər şeydən əvvəl biz uşaqlara çoxluqlarla işləməyi öyrədirik. Çünki artıq onlar kiçik yaşlarında çoxluqları birlikdə, bütövlükdə görürlər və yaxud hissələrə ayırırlar və yaxud da ki, birləşdirirlər. Yəni, ətraf aləmin dərk edilməsində zəruri pillə olan artıq miqdarın ilk elementar qavranması baş verir. Əvvəl uşaqlara, yəni ədəddən əvvəlki dövrdə, yəni əvvəl uşaqlara ədədi deyil, müqayisəni, çoxluqlar üzərində müqayisə aparmağı öyrədirik və daha sonra artıq biz saydan istifadə edirik. Yəni, əşyavi fəaliyyət burada çox önəmlidir. Praktik tapşırıqlar da verə bilərik. Elə slaydımızda da gördüyünüz kimi tapşırıqlar verə bilərik ki, konfetləri bir qaba topla və yaxud qabdan bir fırça götür. Yəni artıq burada çoxluqlardan ayrılma və yaxud çoxluqların birləşməsi prosesi gedir. Və miqdar anlayışlarına yönəltməyə kömək üçün ilk başlarda deyərdim ki, eyni ölçüdə olan əşyaları götürsələr daha məqsədə uyğun olar. Çünki əşyaların ölçüləri bəzən uşaqlara miqdar sayıları arasında müqayisə aparmağa mane olur. Məsələn, biz uşağın qarşısına 3 böyük maşın qoysaq və 5 kiçik maşın qoysaq, uşaq böyük maşınlara daha çox, kiçik maşınlara isə daha az deyəcəklər. Bu zaman çoxluqların müqayisəsini biz vizual olaraq deyil, müqayisə yolu ilə aparmalıyıq. Mükəmməl, maraqlıdır. Müqayisəni hansı yola aparsaq biz effektiv nəticə əldə edə bilərik? Gülnar müəllimə, müqayisə iki yolla aparılır. Üzərinə qoyma və yanaşı qoyma üsulları ilə. Yəni, kiçik yaşlarda ən çox belə üzərinə qoyma üsullarından istifadə edirik. Ancaq yuxarı yaş qruplarında artıq yanaşı qoyma üsullarından da istifadə edilir. Yəni, çoxluqlarla tanışlıq zamanı biz uşaqların həmçinin nitqlərini də inkişaf etdiririk. Çünki artıq uşaqlar bu yaş dövründə bir neçə əşya və yaxud oyuncağa çox, tək əşyalara isə az, bir dənə ifadələrini işlədirlər. Və bundan başqa da bərabərdir, heç biri bir ifadələri ilə də tanış olurlar. Yəni, onların artıq bu ifadələr söz ehtiyatlarına, söz lüğətlərinə daxil olur. Və beləliklə uşaqlarda rabitəli nitq və nitqin qrammatik xüsusiyyətləri inkişaf edir. Ümumiləşdirsək, yəni kiçik yaş uşaqlarda, yəni birinci kiçik qrupu nəzərə alaraq, ikinci kiçik qrupu nəzərə alaraq, yəni uşaqlar artıq burada miqdar təsəvvürlərindən artıq az, çox və bir anlayışlarına yiyələnirlər. Və çoxluqlarla tanışlıq zamanı müşahidələr üzərində və yaxud əşyavi fəaliyyətlər üzərində biz onlara bu tapşırıqları verə bilərik ki, bir karandaş gətir və yaxud da ki, hər hansısa bir oyuncağı yoldaşına ver və oyunlarla bu anlayışları biraz daha möhkəmləndiririk və Laris Malaguzinin oyunlar haqqında bir fikrini istərdim sizlərlə bölüşüm. Uşağın 100 dili var, onun 99-u oyundur və inanın ki, əziz tərbiyəçilərimiz, yəni uşaqlar daha rahat şəkildə oyunlar zamanı bu bilik və bacarıqlara daha rahat şəkildə yiyələnirlər və onların yaddaşlarına daha tez həkk olur. Və bir neçə oyun nümunəsi də söyləmək istərdim. Düzdür, oyunlarımızı saymaqla bitməz, ancaq birini istərdim ki, sizlərlə bölüşüm. Yəni, zoopark oyununu şəkildə də gördüyünüz kimi, yəni bir çox oyun növləri var. Zoopark oyununu biz uşaqlarla, yəni o yaş dövrlərində oynaya bilərlər, yəni uşaqlar. Yəni, burada artıq bir neçə qəfəsdə heyvan şəkilli kartlar qoyulur və yaxud kiçildilmiş heyvan maketlərindən də istifadə etmək olar. Və artıq uşaqlar hansı qəfəsdə daha çox heyvan var, hansı qəfəsdə daha azdır və yaxud hansında bir dənə heyvan olduğunu təyin edirlər. Yönəldici suallardan istifadə etməliyik. Çünki artıq deyə bilərlər ki, dovşanlar çoxdur, pələng bir dənədir, ayı bir dənədir, quşlar çoxdur və s. Mükəmməl, istəyərdim bir oyun nümunəsini də mən gətirim. Buyurun, müəllimə. Məsələn, qatar oyunu uşaqların sevimli oyunlarından biridir. Uşaqlar bir cərgə şəklində dizilirlər və dayanacağa doğru hərəkət edirlər və hər dayanacaqda da müəyyən çoxluqda əşyalar qoyulur. Uşaqlar dayanacağa çatan zaman həmin çoxluqları müəyyənləşdirirlər və düzgün əgər çoxluqları müəyyənləşdirirlərsə, onlar artıq növbəti dayanacağa doğru hərəkət edirlər. Onu da qeyd edim ki, bu miqdar və say anlayışlarının tətbiqində materiallardan, əyani və didaktik materiallardan istifadə olduqca önəmlidir.
Ülkər müəllimə, siz çoxluqların müqayisəsindən danışdınız. Biz Evet, məktəbəqədər müəssisələrdə uşaqları say fəaliyyəti ilə də tanış edirik. bəli. Bəs say fəaliyyətinə hansı qrupdan keçid etmək lazımdır? Say fəaliyyətinə artıq Günlar müəllimə elə bir orta qrupdan başlayır. Uşaqlar ilk başlarda böyüklərin əşyalarını saymalarını, yəni müşahidə edirlər. Özləri isə saylardan istifadə etməyə başlayanda isə sayları nizamsız deyirlər. Bəlkə siz də şahid olmusunuz. Bəli, gün ərzində biz uşaqların bu rəqəmlərin yerlərini dəyişik deməsi ilə bağlı çox təcrübələrimiz olur. Onların üzləşdiyi çətinliklər bəli, sayma fəaliyyətinə başlanan zaman olur. Bəzən əşyaları sayarkən onlar tələsirlər, hansısa ədədi deməyi unudurlar və yaxud da sayılan əşyaları ötürürlər, əl hərəkətlərində gecikmələr olur. Yəni artıq say fəaliyyətinə başlayanda uşaqlar burada neçə, nə qədər suallarına cavab verirlər və biz də onlara müxtəlif artıq tapşırıqlar verməklə onlarda say prosesini formalaşdırmağa başlayırıq. Deyə bilərsiniz hansı tapşırıqlardır bunlar? İlk başlarda əgər orta qrup deyiriksə, yəni elə öz bədən üzvlərinə aid suallardan başlaya bilərik. Çünki uşaqlar bu suallara çox sevə-sevə cavab verirlər. Bizim neçə burnumuz var, neçə dilimiz var, neçə əlimiz, neçə ayağımız var, neçə gözümüz, neçə qulağımız var. Yəni ilk başlarda elə bədən üzvlərindən başlamaq olar. Daha sonra artıq ətraf aləmdəki əşyaları saymağı vərdiş halına gətiririk uşaqlarda. Doğrudur. Və istərdim Günar müəllimə, orta qrupda bilirik ki, 3 dairəsidir. 3 dairəsində uşaqlar artıq sayırlar və 3-ə qədər sayma təlimi haqqında danışmaq istərdim. 3-ə qədər sayma təlimini biz necə rahat şəkildə uşaqlara öyrədə bilərik? İki paralel sırada, yəni müxtəlif ola bilər şəkillər. Biz bu günləri dovşanlar və köklərdən istifadə etmişik. İki paralel sırada bir-birinin altında yerləşmiş iki qrup əşya uşaqlara təqdim edilir. Uşaqlar, məsələn, belə başlaya bilərik məşğələyə ki, baxın, bizə dovşan qonaq gəlib. Dovşanlar nə yeməyi sevirlər? Kök yeməyi sevirlər. Gəlin onda dovşanımıza bir kök verək. Və gəlin indi sayaq. Bizim cəmi neçə dovşanımız, neçə kökümüz var. Burada say prosesini tərbiyəçi müəllim ilk növbədə, yəni özü aparır və daha sonra uşaqlar da ondan sonra yəni təkrar edirlər. Bizim bir dovşanımız, bir kökümüz var. Və sonra ikinci dovşanı da əlavə edirik, ona da kök veririk. Yəni yönəldici suallardan burada istifadə edirik. Hansı çoxdur, hansı azdır. Və baxın uşaqlar, qapı döyülüb və bir dovşanımız da gəldi. İndi bizim cəmi neçə dovşanımız var və sayırıq ki, 1, 2, 3 dovşanımız var. Bəs neçə kökümüz var? 1, 2 kökümüz var. Gəlin dovşanımızı da aç saxlamayaq, ona da kök verək. Və beləliklə gəlin birlikdə sayaq ki, bizim cəmi neçə dovşanımız, neçə kökümüz var. Yəni artıq uşaqlar burada 1, 2, 3 dovşanları sayırlar və kökləri də sayandan sonra 3 ədədinin ümumi miqdar göstəricisi, yəni dovşanların və köklərin ümumi miqdar göstəricisi olduğunu görürlər. Və ilk növbədə bir nüansa da toxunmaq istərdim ki, uşaqların diqqətini bu vaxt istiqamətə yönəltməliyik. Soldan sağa və sağdan sola istiqamətə. Çünki miqdar sayının nəticəsi onun istiqamətindən asılı deyil. Bəli, Ülkər müəllimə, miqdar sayının nəticəsinin istiqamətdən asılı olmadığını biz uşaqlara öyrədirik. Ancaq bu sıra sayılarında fərqlənir. Yəni uşaq artıq sıra sayılarında bilməlidir ki, sıra sayını düzgün təyin etmək üçün soldan sağa saymanı aparmalıdır. Miqdar sayılarını öyrətməklə yanaşı biz uşaqlara sıra sayılarında öyrədirik. Yəni 1, birinci, 2, ikinci. Uşaqlar artıq bu anlayışlarla tanış olmağa, eyni vaxtda tanış olmağa başlayırlar. Və biz onlara təbii ki, müxtəlif praktik tapşırıqlar verməklə bunları daha da möhkəmləndiririk. Məsələn, 2 topu gətir və yaxud da ayaqqabının ikinci tayını gətir. Artıq uşaq burada neçənci sualına cavab verə bilir, cavab verməyə başlayır. Digər bir sıra sayılarının öyrədilməsini biz nağıllar əsasında öyrədə bilərik ki, bu da uşaqların marağına səbəb olur. Turp və qoğal nağıllarını biz buna misal gətirə bilərik. Nağıllarımız çoxdur, ancaq biz bu iki nümunəni seçdik. Turp nağılında, məsələn, uşaqlara yönləndirici, uşaqlar nağılı dinlədikdən sonra biz onlara yönləndirici suallar verərək, uşaqlar, babaya birinci kim köməyə gəldi, bəs ikinci kim köməyə gəldi, bəs sonuncu kim gəldi?
Bu kimi istiqamətləndirici suallarla uşaqlara artıq biz sıra sayını, yerini təyin etməyi və onları bu neçənci sualına cavab verməyi öyrədirik. Eyni üsulu biz qoğal nağılında da təkrar edirik uşaqlara. Biz həm də sıra sayılarını idman məşğələlərində buna uyğun tapşırıqlar verə bilərik və uşaqların ən sevimli fəaliyyəti olan, yenə deyirəm, oyun fəaliyyətində bunları möhkəmlədə bilərik. Günar müəllimə, çox düzgün vurğuladınız. Yəni hər zaman oyunların üzərində dayanırıq. Yəni oyunlarla öyrənilən bütün bilik və bacarıqlar, yəni uşaqlar yenə təkrar kimi səslənir. Yəni daha rahat şəkildə qavrayırlar və uşaqların qarşısına bir oyun nümunəsi söyləmək istərdim. Yəni uşaqların qarşısına müxtəlif oyuncaqlar qoyula bilər və artıq bu sıralamada uşaqlar maşının yerini təyin etməlidirlər və biz onlarla birlikdə maşının yerini sayaraq təyin edirik ki, soldan sağa saydıqda maşının yeri 3-cüdür və sağdan sola, yəni tərsinə sayanda da maşının yeri 3-cüdür. Və gözlər yumulsun komandası uşaqlara verilir və maşının yeri dəyişdirilir və artıq gözlər açılsın komandasında uşaqlar maşının yerini təyin etməlidirlər və istiqamətə yenə də onları yönəldirik və artıq uşaqlar görürlər ki, soldan sağa sayanda maşının yeri 4-cü olur, sağdan sola sayanda isə maşının yeri 2-ci olur. Yəni miqdar sayında nəticə istiqamətdən asılı deyil, ancaq sıra sayında nəticə istiqamətdən asılıdır. Müəllimə, maraqlıdır. Biz bunu, bəli, orta qrupda uşaqlarla tətbiq edirik. Bəs böyük qrupda say fəaliyyətini hansı istiqamətdə apara bilərik? Artıq orta qrupdan böyük qrupa keçərkən uşaqlar 5 dairəsində riyazi əməliyyatları yerinə yetirirlər. Sayılan əşyaları müxtəlif variantlarda, yəni uşaqlara təklif edə bilərik. Yəni və təcrübi müqayisə nəticəsində artıq uşaqlara aydın olur ki, çoxluğa bir əşya əlavə etdikdə onun miqdarı da dəyişir və ədəd də dəyişir. 3-4 olur, 4-5 olur. Yəni həmçinin böyük yaş qrupunda uşaqlar müxtəlif analizatorlarla ifadə edilən çoxluqları da sayırlar, toxunaraq sayırlar, görərək sayırlar, eşidərək sayırlar. Məsələn, 4 dəfə otur, dur, çəkicin vurduğu qədər əl çal və s. Yəni iş çoxluqlar üzərində praktik tapşırıqlar vasitəsilə aparılır. Həmçinin 3-ə qədər say təlimində olduğu kimi 4 və 5 ədədlərini də uşaqlar artıq iki paralel sırada düzülmüş əşyaları müqayisə edərək, yəni öyrənə bilərlər. Və şifahi oyunlar da var ki, mən 5 qız adı bilirəm, 4 müxtəlif ev əşyasıdır və s. Ülker müəllimə, siz özünüz də məktəbi hazırlıq qruplarında uşaqlarla məşğul olursunuz. Maraqlıdır, məktəbi hazırlıq qrupunda artıq fəaliyyət hansı istiqamətə doğru gedir? Biz orada uşaqlara nələri öyrədə bilərik? 5-6 yaş qrupunda artıq yəni bu fəaliyyətlər tədricən çətinləşir və uşaqlar 10 dairəsində riyazi əməliyyatları yerinə yetirirlər və bu yuxarı yaş qruplarında artıq uşaqlar 10 dairəsində düzünə və tərsinə sayırlar, tam və hissə anlayışı, ədədlərin tərkibini, daha sonra çoxluqların birləşməsini, çoxluqların bir neçə vahid artırılmasını, çoxluqların bir neçə vahid azaldılmasını, verilən çoxluqla müqayisə edilən çoxluğun bir neçə vahid azaldılmasını, daha sonra iki çoxluğun qədər müqayisəsini, qonşu ədədləri, tək və cüt ədədləri, ədədlərin müqayisəsini yəni öyrənirlər. Bu bilik və bacarıqlara yiyələnirlər. Və nümunə üçün söyləmək istərdim ki, ədədlərin, çoxluqların birləşməsinə aid bir nümunə söyləmək istərdim ki, məsələn, uşaqlara tapşırıq verə bilərik ki, 3 alma və 1 armudu səbətə qoy. Burada artıq çoxluqların birləşməsidir. Və yaxud artırılmasına aid, çoxluqların bir neçə vahid artırılmasına aid də bir nümunə söyləyim. Uşağın 4 şarı var. Və biz burada modelləşdirmədən istifadə etməliyik. Yəni, uşaq artıq modelləşdirməyi tam rahat öyrənməlidir ki, daha sonra misal və məsələlər üzrə tapşırıqları yerinə yetirsin. Uşağın 4 şarı var və göstəriş veririk ki, 4 ədəd həndəsi fiqur götürülür və ona bir dənə də şar verdilər. Və o bir dənə şarı da digər həndəsi fiqurla göstəririk və ümumilikdə bütün həndəsi fiqurları sayırıq və alınan nəticəni tapırıq. Və yaxud çoxluqların bir neçə vahid azaldılmasına aid də bir nümunə söyləyim ki, dipçəkdə 6 gül var. Gəlin gülləri dairələrlə göstərək, onların ikisi soldur. Yəni artıq uşaq burada anlayır ki, 6 dənə qoyulmuş dairədən ikisini götürməlidir. Və daha sonra modelləşdirmə əsaslı dedik. Modelləşdirməni öyrənəndən sonra artıq əməl işarələri ilə tanışlıq başlayır. Toplama, çıxma və bərabərdir.
Və nümunə yenə də söyləmək istəyirəm. Ağacda məsələn 3 sərçə oturmuşdu, bir qaranquş da uçub gəldi. Və 3 sərçə və bir qaranquş şəkli olan kartlardan biz istifadə edə bilərik. Uşaqlar sərçə və qaranquşu müxtəlif fiqurlarla göstərə bilərlər. Və sonra hər qaranquş və sərçə üçün uyğun rəqəm kartı götürülür, yəni 3 və 1. Və onların bir yerdə olmasını biz artıq toplama işarəsi ilə uşaqlara başa salırıq və 3 + 1 riyazi ifadəsi yaranır. Bəs biz bu ifadənin nəticəsini necə əlavə edə bilərik ora və bərabər işarəsi haqqında məlumat verilir uşaqlara və daha sonra cəmi neçə quşumuz vardırsa, riyazi ifadənin sonuna əlavə edilir. Ülkər müəllimə, maraqlıdır. Məktəbə hazırlıq qruplarında uşaqlar daha yaxşı toplama yoxsa çıxma əməlini qavrayırlar. Sizcə hansını? Deyərdim ki, ən çox toplama əməlini daha rahat qavrayırlar. Çünki toplama əməlində üzərinə sayma üsulundan biz istifadə edirik. Amma çıxma əməlində biraz daha zaman lazımdır, biraz gec qavrayırlar. Burada artıq üstdən sayma üsulundan biz istifadə edirik. Yəni üzərinə sayma və üstdən sayma üsulları ilə başlayırıq. Və daha sonra qonşu ədədlərin öyrənilməsi də var. Yəni artıq uşaqlar yuxarı yaş qruplarında bilirlər ki, ədədlər vahidlərdən ibarətdir və ədəd oxu, barama qurdu, ədəd qatarı üzərində biz qonşu ədədləri də uşaqlara öyrədə bilərik. Çox rahatlıqla deyərdim ki, öyrədə bilərik. Və ilk növbədə elə öz qonşularımızdan müsahibə ilə başlaya bilərik ki, bizim hamımızın qonşularımız var və həmçinin ədədlərin də öz qonşuları var. 2-nin özündən bir vahid kiçik qonşusu, 2-nin özündən bir vahid böyük qonşusu və yaxud sağ qonşusu, sol qonşusu, yaxud da ki, əvvəlki və sonraki qonşuları haqqında. Yəni burada həmçinin sağ, sol, əvvəl, sonra anlayışlarını da uşaqlar öyrənirlər, möhkəmləndirirlər daha doğrusu. Və tək və cüt ədədləri necə uşaqlara öyrətmək olar? Yəni maraqlı oyunlarla deyərdim ki, öyrətmək olar tək və cüt ədədləri. Mən mütəmadi olaraq öz məşğələlərimizdə tək və cüt ədədləri dost olaq oyunu ilə uşaqlara öyrədirəm və inanın ki, onlar bu oyunu sevə-sevə oynayırlar və istərdim ki, onu nümunə olaraq söyləyim ki, yəni uşaqlar artıq yuxarı yaş qruplarında ədədlərin simvolik quruluşunu da tanıyırlar, görünüşünü də tanıyırlar, əllərində həmin ədədləri göstərə bilərlər və dostluq haqqında kiçik bir müsahibə aparandan sonra söyləyə bilərik ki, uşaqlar, baxın, ədədlərin də dostları var. Elə ədədlər var, onlar tək qalıblar, elə ədədlər var ki, onların dostları var. Məsələn, 5 desək uşaqlara göstərməyə və daha rahat şəkildə onlar öz əllərində, yəni vəsaitlər belə olmasa, öz əllərində yəni bu oyunu oynayırlar. Bu ikisi dost oldu, bu ikisi də dost oldu. Biri tək qaldı. Demək ki, 5 ədədi necə ədəddir? Tək ədəddir. Və yaxud 4 ədədini göstəririk. İkisi də dost oldu, bu ikisi də dost oldu. Və burada tək qalan oldu? Yox. Demək ki, 4 ədədi cüt ədəddir. Ülkər müəllimə, çəkdiyiniz, söylədiyiniz üsul çox maraqlı üsuldur. Və siz bildirdiniz ki, məktəbə hazırlıq qruplarında ədədlərin müqayisəsini də uşaqlar artıq edirlər. Düzdür, kiçik qruplarda uşaqlar bu müqayisəni əşya çoxluqları üzərində aparırlar. Ancaq məktəbə hazırlıq qruplarında artıq simvolik olaraq ədədləri bir-biri ilə müqayisə edirlər. Məsələn, 5 böyükdür 3, 1 kiçikdir 7. Burada biz gördüyünüz kimi timsahdan slaydımıza da yerləşdirmişik, istifadə edə bilərik. Timsah hər zaman acdır və onun ağzı çox olan tərəfə hər zaman açıq olur. Tərbiyəçi müəllimlərimizdən də istərdim ki, onların da miqdar və say təsəvvürlərinin formalaşdırılması zamanı istifadə etdikləri maraqlı praktik tapşırıqlar, üsullar varsa, bizimlə şərh bölməsində bölüşsünlər. Və keçid etmək istəyirəm digər bir istiqamətə, hansı ki, bu ölçü təsəvvürlərinin formalaşdırılmasıdır. Ədəd və say anlayışları ilə bərabər biz uşaqlara ölçü təsəvvürlərini, yəni əşyaların kəmiyyəti haqqında da məlumatlar veririk. Kəmiyyət dedikdə, yəni biz bura daxil edə bilərik əşyaların uzunluğu, eni, hündürlüyü, həcmi, tutumu və s. istiqamətdə. Uşaq bu anlayışlarla tanış olduqdan sonra artıq başa düşür ki, ölçü əşyanın bir, belə deyək, xassəsidir, xüsusiyyətidir.
və eyni bir əşya başqa bir əşya ilə müqayisə nəticəsində müqayisədən asılı olaraq böyük və yaxud da kiçik ola bilər, ağır və ya yüngül ola bilər, uzun və ya qısa ola bilər və sair bu kimi istiqamətlərdə və ölçü haqqında təsəvvürlərin yaradılması üçün uşaqlarda əşya haqqında, əşyalar, hadisələr, obyektlər haqqında müəyyən bir təsəvvürlər formalaşır. Bu təsəvvürlər yenə də oyun və müxtəlif fəaliyyətlər prosesində yaranır. Burada artıq pedaqoji işin ardıcılığı vacib məqamlardandır. Çünki uşaq əvvəlcə əşyanı tanıyır, onda ölçü anlayışı formalaşır və daha sonra müqayisə əsasında ölçülərinə görə əşyaları bir-birindən fərqləndirir. Yəni onları ya eyniləşdirir, bərabərləşdirir. Ölçülərinə görə fərqlənmə və müqayisə əsasında aparılır. Müqayisə haqqında onu deyim ki, 2 və daha çox əşyaların və yaxud da obyektlərin oxşar və ya fərqli tərəflərini müəyyənləşdirmək üçün bizə kömək edən bir prosesdir müqayisə və bunun nəticəsində uşaqların lüğət ehtiyatına riyazi terminlər haqqında kifayət qədər sözlər daxil olur və kiçik yaşlı uşaqlarda biz müqayisəni hansı formada aparmalıyıq ki, nəticə əldə edə bilək? Müqayisəni biz kiçik yaşlı uşaqlarda 2 əşya arasında verə bilərik. Və bu 2 verilən əşya arasındakı fərq onların yalnız uzunluğu olmalıdır. Digər xassələri bərabər olmalıdır və ölçüyə görə verilən fərq belə deyək, kəskin şəkildə bir-birindən fərqlənməlidir. Məsələn, uzun və qısa karandaşları yerləşdirmişik. Yəni, bu karandaşlar yalnız ölçüsünə görə bir-birindən fərqlənir. Həm də paylama materialları ilə təşkil olunmuş belə deyim, fəaliyyət, məşğələ daha effektiv nəticə verir. Çünki uşaqlar bu zaman həmin əşyaya toxunur, yəni onun üzərində əllərini gəzdirir, hərəkətə uyğun ifadələr səsləndirir. Yəni, eyni anda bir neçə proses baş verir. Uşaqlarda həm görmə, həm eşitmə, həm hərəki analizatorlar fəaliyyətə keçir, aktivləşir və bu analizatorlar nəticəsində də uşaqlar birbaşa qavrama arasında uşaqlarda əlaqə yaranır. Ümumiyyətlə, kiçik qrup uşaqları böyük və kiçik əşyaları artıq bir-birindən fərqləndirirlər. Yəni, onlar böyük ayıcığı göstər və yaxud kiçik top hansıdır suallarına cavab verməyi bacarırlar. Uşaqlar həm fərqli ölçüdə olan, həm də bərabər ölçüdə olan əşyaları bir-birindən fərqləndirməyə, müqayisə etməyə başlayırlar. Bunun üçün biraz öncə, bəli, müəllimə, siz bu üsulu qeyd etdiniz, üzərinə qoyma, yanaşı qoyma üsullarını qeyd etdiniz. Bu üsullardan istifadə edərək uşaq yenə də bu müqayisəni aparır. Günel müəllimə, kiçik qruplar haqqında məlumat verdiniz. Bəs orta qruplarda biz ölçməni necə aparmalıyıq? Orta qrupda, Ülkər müəllimə, əslində yəni kiçik qrupdan fərqlənən bəli tərəfləri var. Hansı ki, biz kiçik qrupda uşağa 2 əşyanın müqayisəsini verirdiksə, orta qrupda artıq verilən əşyaların sayını artıra bilərik. Yəni, artıq 3 və ya 5 əşya arasında müqayisəni biz orta yaş qrupu ilə apara bilərik. Deyək, müxtəlif ölçüdə verilən topları misal gətirək və uşaqlara bu topların ən kiçiyini və yaxud da ən böyüyünü müəyyənləşdirməyə tapşırırıq. Kiçikdən böyüyə doğru düzmə tapşırığını veririk. Yəni, bu tapşırıqların nəticəsində həm də uşaqlarda gözəyarı ölçmə bacarıqları da formalaşır. Eyni zamanda biz uşaqlara əgər kiçikdən böyüyə doğru əşyaları düzməyə tapşırırıqsa, onlarda sıra sayları haqqında artıq təsəvvürləri də biz keçid etmiş oluruq. Yəni, ölçü ilə bərabər, paralel şəkildə biz sıra saylarında onlara aşılayırıq. Orta qrupda uzunluğun müqayisəsi ilə bərabər əşyaların həm eninə, həm də hündürlüyünə görə müqayisəni artıq uşaqlar aparmağı bacarırlar. Yəni, uşaqlar əşyaların onlarda əşyaların 3 ölçülü olması təsəvvürü yaranır. Yəni, uşaq başa düşür ki, bir əşyanın böyük və ya kiçik olması onun həm eni, həm
uzunluğu, həm də hündürlüyündən asılı ola bilər. Böyük və məktəb hazırlıq qruplarında isə verilən praktik tapşırıqlar artıq onların yaş səviyyəsinə uyğun olaraq nisbətən mürəkkəbləşdirilir. Müqayisə üçün verilən əşyaların sayını artıra bilərik. Biz 10 ədəd əşyalar içərisində uşaqlara müqayisə verə bilərik ki, məsələn, bunların içərisindən 2 eyni ölçüdə olan əşyaları tapıb. Yenə də gözəyarını yoxlamaq üçün uşaqlar yanaşı qoymaqla əşyaları artıq başlayırlar müqayisə aparmağa və bu müqayisə nəticəsində də müəyyən bir nəticəyə gəlirlər. Bu ölçü formasından əlavə şərti ölçmə üsulları var, hansı ki, bunlar qarış, addımlarla və yaxud da ovucla, stəkanla, qrafinlə, xəttkeşlə və yaxud da kəndirlə ola bilər, tərəzidən istifadə edə bilərik. Biz həm də onu da qeyd edim ki, Ülkər müəllimə, məktəbəqədər müəssisələrdə ölçü anlayışı deyəndə daha çox xətti ölçmədən istifadə olunur. Ancaq mahiyyət etibarilə bütün ölçü vasitələri eyni əhəmiyyətə malikdir. Yəni, uşaq bilməlidir ki, mayeəni ölçərkən hansı vasitələrdən istifadə etməlidir və yaxud əşyanın ağırlığını təyin etmək üçün bizə nə lazımdır, uzunluğu müəyyən etmək üçün biz nədən istifadə etməliyik və tərəzini görürsünüz, yəni əşyaların kütlələrinin, yəni onların ağırlıqlarının ölçülməsi anlayışı əslində kiçik yaşlardan formalaşdırılır. Ancaq 2 qablı tərəzidən biz böyük qrupda istifadə edəcəyik. Biraz sonra o mövzuya toxunacağım. Biz kiçik yaşlı uşağa yüngül ağır anlayışını necə öyrədə bilərik? Bunun ən effektiv yolu müxtəlif çəkiyə sahib olan 2 fərqli əşyanın müqayisəsinin aparılması ola bilər. Yəni, uşaqlar əllərində, hər 2 əlində əşyanı tutur və onu yuxarı-aşağı hərəkət elətdirərək, sanki tərəzini imitasiya edərək ağırlığı müəyyənləşdirir və nəticədə də onlarda ağırdır, yüngüldür anlayışları artıq formalaşmış olur. Gülnar müəllimə, qeyd edim ki, bu siz dediyiniz üsuldan biz böyüklər də meyvə və tərəvəzləri alarkən də istifadə edirik. Bəli, Ülkər müəllimə, doğru vurğuladınız. Bu bizim də istifadə etdiyimiz bir üsuldur. Artıq kiçik qrupda dedik, 2 əşyanın müqayisəsini, kütləyə görə 2 əşyanın müqayisəsini veririk. Ancaq artıq digər qruplara doğru getdikcə uşaqlar bir neçə əşya arasından ən ağır olanı və yaxud ən yüngül olanı seçməyə başlayır və böyük qrupda biz kütlələrinə görə əşyaları artan və yaxud da azalan sıra ilə düzmə tapşırığını verə bilərik. 2 qablı tərəzidən, bəli, biraz öncə də vurğuladığım kimi böyük qrupda istifadə edirik. Uşaq artıq başa düşür ki, tərəzinin ağır olan tərəfi, ağır əşya qoyduğumuz tərəf aşağıda olur və yüngül olan tərəf hissəsi isə yuxarıda yerləşir. Biz həm də tərəzi vasitəsilə uşaqlarda eyni formada olan əşyaların müxtəlif ölçülərdə ola biləcəyi, müxtəlif çəkidə daha doğrusu ola biləcəyi anlayışını da formalaşdırırıq. Məsələn, ölçüsü eyni boyda olan pambıq və yaxud da ki, dəmir parçasının müqayisəsinə buna misal gətirə bilərik. Və dediklərinizə əsasən, Gülnar müəllimə, belə nəticə etibarilə uşaqlar artıq ölçü təsəvvürlərinin formalaşdırılması zamanı, yəni məktəbəqədər yaş dövründə əşyaların müxtəlif xassələri ilə tanış olurlar, ölçülərinə görə onları bir-birindən fərqləndirirlər və gözəyarı ölçmə bacarıqlarına yiyələnirlər. Bəli, Ülkər müəllimə, təşəkkür edirəm bu fikrinizə görə. Əslində, bütün istiqamətlər üzrə aparılan işlər olduqca genişdir. Sadəcə biz çalışırıq vacib məqamlara toxunaq bu webinarda və keçid etmək istəyirəm həndəsi fiqurlar üzrə istiqamətində aparılan işlərə. Həndəsi fiqurların öyrədilməsinin də digər istiqamətlərdə olduğu kimi hər yaş qrupu üzrə öz metodikası var. Biz ona görə kiçik qrupdan başlayırıq ki, tərbiyəçi müəllimlərimizə
ardıcıl olaraq biz işləri hansı istiqamətlərdə aparmalıyıq, bunları öyrədək və kiçik yaş qruplarında uşaqlar həndəsi fiqurlarının, yəni dairənin və kvadratın fəza modelləri ilə tanış olurlar. Yəni əslində məşğələyə qədər, məşğələlərin keçirilməsinə qədər uşaqlarla həndəsi fiqurlarla, həndəsi mozaikalarla oyunlar biz təşkil edə bilərik ki, bunlarda artıq ilki təsəvvürlər formalaşdırır. Yəni, uşaqlar həndəsi fiqurlarla tanış olurlar, onları adlandırırlar və bir fiquru digəri ilə müqayisə əsasında öyrənirlər. Və dediyinizə əsasən Günar müəllimə bir praktik nümunə də istərdim söyləyim ki, uşaqlara kürə və kub verə bilərik və onlar artıq bu kürə ilə kubla, yəni manipulyasiya edirlər və uşaqdan dairəni diyirlətməsini istəyirik. Sonra eyni fəaliyyəti kuba da aid edirik ki, yəni kubu da tapşırırıq diyirlətsin. Ancaq lakin uşaq o vaxt görür ki, dairənin tərəf və bucaqları olmadığına görə o diyirlənir, fırlanır. Ancaq kubun tərəf və bucaqları olduğuna görə o yerində möhkəm dayanır. Hətta bu xüsusiyyətindən istifadə edərək kubları bir-birinin üzərinə qoymaqla da biz uşaqlarda quraşdırma bacarıqları inkişaf etdiririk və müxtəlif obyektlər artıq onlar düzəldə bilərlər. Təşəkkür edirəm bu hissəyə toxunduğunuz üçün. Orta qrupda öyrədilən fiqurların sayı artıq artırılır. Yeni fiquru öyrətmədən əvvəl biz əmin olmalıyıq ki, uşaqlar əvvəlki yaş qrupunda öyrəndiyi fiqurları yaxşı mənimsəyibmi, yəni onları düzgün tanıyırmı, adlandırırmı? Çünki öyrədilən, dediyimiz kimi, hər yeni fiqur digərləri ilə müqayisə əsasında öyrədilir və orta qrupda həm də eyni fiqurların müxtəlif ölçüyə sahib ola biləcəyi anlayışını biz uşaqlara öyrədirik. Bunun üçün fiqurların ölçüyə görə müqayisəsini veririk. Yəni, ölçü haqqında biraz əvvəl də məlumat verəndə bildirdik ki, orta qrupda 3-5 əşyanın müqayisəsi aparılır və fiqurları kiçikdən böyüyə doğru düz tapşırığını uşaqlara veririk və onlar yenə də gözəyağı ölçmə üsulundan istifadə edirlər. Belə bir sual da vermək istəyirəm Günar müəllim. Üzrlü sayın sözünüzü kəsdiyimə görə. Uşaqlar bəs fiqurların xüsusiyyətləri ilə nə zaman tanış olurlar? Ülker müəllimə, sualınıza görə çox sağ olun. Fiqurların xüsusiyyətləri ilə artıq biz böyük qrupa keçid edəndə tanış olurlar. Yəni, biz fiqurların xüsusiyyəti deyəndə nəyi nəzərdə tuturuq? Hər bir fiqurların təpəsi, tərəfi, onun bucaqları olduğunu uşaqlar artıq öyrənir. Və biz uşaqlara hazır biliyi hazır formada vermək əvəzinə onlarda özlərinin kəşf edib müəyyən bir nəticə çıxarması üçün şərait yaradırıq. Məsələn, uşaq üçbucağı araşdırarkən belə qənaətə gəlir ki, üçbucağın 3 tərəfi, 3 bucağı və 3 təpəsi var və ona görə də biz onu üçbucaq adlandırırıq. Və yaxud da onlara biz 4 bucağı olan müxtəlif fiqurlar verə bilərik. Kvadrat, düzbucaqlı, romb, trapesiya və bu fiqurların ortaq tərəflərinin araşdırılması tapşırığını da verə bilərik. Günar müəllimə, bir məqama da toxunmaq istərdim ki, uşaqlar adətən düzbucağı ilə kvadratı bir-birindən ayırmaqda çətinlik çəkirlər və biz də bu fiqurları yenə də bir-birinin yanına qoymaqla müqayisə yolu ilə artıq əsasında öyrədirik. Yəni, hər ikisini yanaşı qoyaraq onların həm oxşar, həm də fərqli cəhətlərini müəyyənləşdiririk. Bucaqlarının və tərəflərinin sayı eyni olduğu üçün, yəni bu onların oxşar tərəfləridir. Ancaq düzbucaqlının kvadratdan fərqləndirən tərəfi odur ki, düzbucaqlının yalnız qarşı tərəfləri bir-birinə bərabərdir, ancaq kvadratın isə bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, belə qatlama yolu ilə, yəni kağız üzərində qatlama yolu ilə də, yəni bunu biz uşaqlarda daha rahat öyrədə bilərik, mənimsədə bilərik. Bəli, toxunduğunuz məqam vacib məqamlardan biridir Ülker müəllimə. Və onu da qeyd edeyim ki, uşaqlar fiqurları artıq öyrəndikcə, fiqurlar haqqında məlumatlara yiyələndikcə, onlarda əşyaları, yəni ətraf aləmdəki müxtəlif əşyaları, obyektləri həndəsi fiqurlarla
belə deyim, onların formasına görə həndəsi fiqurlarla oxşarlığını artıq təyin etməyə başlayırlar. Yəni bu həm də onlara ətraf aləmi və onun obyektlərini daha yaxşı mənimsəməyə, kəşf etməyə imkan verir. Didaktik oyun olaraq verə bilərik nəyə bənzəyir oyununu. Yəni burada biz müəyyən formalı, müxtəlif yəni əşyalar, şəkillər təsvir olunmuş, şəkillər verilmiş təsvirlər seçə bilərik və bu təsvirləri forma əlamətinə görə həndəsi fiqurlarla eyniləşdirməyə tapşırırıq. Və biz bu fəaliyyəti daha sonra qrup otağında, gəzintiyə gedən zaman ətrafda gördüyümüz obyektləri, həndəsi fiqurlarla eyniləşdirmə üzrə davam etdirə bilərik. Və ümumiyyətlə bu bilikləri uşaqlarda formalaşdırmaq üçün bizə müəyyən bir zaman lazımdır. Və düşünürəm ki, zaman olduqca önəmli bir faktordur. Bu Bəli. məqamda istərdim ki, zaman təsəvvürlərinə keçid edək. Edək müəllimə, düzgün vurğuladınız. Yəni biz zamanımızı düzgün dəyərləndirməliyik. Yəni bizi əhatə edən aləm zaman daxilində mövcuddur. Zaman bilirik axıcıdır, hərəkətlə bağlıdır, görünmür, eşidilmir. Geri qayıtmır zaman. Yəni uşaqlar üçün zamanın qavranılması da olduqca çətin prosesdir və gündəlik ev şəraitində və uşaq bağçalarında zaman haqqında artıq erkən təsəvvürlər toplanır. Uşaq zamanın ölçü vahidləri ilə ardıcıllıq əsasında yəni tanış olmalıdır. Çünki hər bir zaman vahidi özündən sonrakının qurulmasını təşkil edir. Bəs biz hansı ardıcıllıqla zaman ölçüləri haqqında uşaqlarda bu təsəvvürləri formalaşdırmalıyıq? Yəni kiçik yaşlardan artıq günün hissələri ilə tanışlıqdan başlayırıq. Günün hissələrinin tanınması, adlandırılması, fərqləndirilməsi, yəni səhər, günorta, axşam, gecə anlayışlarını artıq uşaqlar mənimsəyirlər və uşaq rejimində təkrar edilən fəaliyyət növləri var və onlardan elələri var ki, gündə bir dəfə baş verir. Elələri də var ki, gündə bir neçə dəfə təkrar olur. Yəni gündə bir dəfə baş verənlərdən səhərlər uşaqların bağçaya gəlmə saatı, səhər gimnastikası, günorta yuxusu və s. Və təkrar edilən fəaliyyətlər də var ki, bu yuyunmadır, oyundur, gəzintidir, geyinmədir. Yəni bunlardan biz günün göstəricisi kimi istifadə edə bilərik. Posterlərdən, şəkillərdən, şəkilli kartlardan uşaqlara nümayiş edə bilərik. Və burada məsəl üçün elə şəkillər var ki, nənə axşam nəvəsinə nağıl danışır və yaxud səhər uşaqlar məktəbə gedir. Yəni posterlərdən biz istifadə edə bilərik. Və şifahi oyunlar da var ki, buraxılmış sözü tap oyunu. Səhər bağçaya gəlirik, axşam hara gedirik? Yəni evə gedirik. Və yönəldici suallar da verməliyik ki, artıq bu bilik və bacarıqlar onlarda möhkəmlənsin. Mükəmməl və bəli, biraz öncə vurğuladınız. Dünən, bugün və sabah anlayışları uşaqların adətən, belə deyim, tez-tez rastlaşırıq. Bu üç zaman dilimini tez-tez bir-biri ilə qarışdırdığını. Məsələn, uşaqlar bəzən səsləndirirlər ki, sabah gəzməyə getdim və yaxud dünən bağçaya gələcəm. Bu kimi ifadələrlə biz gün ərzində tez-tez rastlaşırıq əslində. Bəli, 3 günün əvəzlənməsi də uşaqlarda biraz gec qavranılır. Amma biz yönəldici suallardan təkrar istifadə edərək, yəni 3 günün əvəzlənməsini onlarda formalaşdıra bilərik. Məsələn, biz gəzməyə nə zaman getmişdik? Bugün bizdə hansı məşğələdir? Və s. yəni suallardan istifadə edə bilərik. Artıq yuxarı yaş qruplarında isə mövcud biliklər əsasında, yəni həftə, ay, il, təqvim ilə tanışlıq başlayır. Təqvim zamanın axıcılığını, günlərin dəyişməsini, zamanın geri qayıtmamasını haqqında əyani təsəvvürlər yaradır uşaqlarda. Və beynəlxalq metodikada istifadə edilən linear təqvim, xətti təqvim modelini nümunə gətirmək istərdim. Yəni slaydımızda da görürsünüz. Linear təqvimi üzərində təlimatları uşaqlar çox rahat şəkildə görürlər. Zamanı və zamanın gedişini uşaqlar daha rahat şəkildə qavrayırlar və izləyirlər. İlin bütün günlərini ardıcıllıqla bir xətt üzrə yerləşdiririk və hər gün üçün ayrıca yer ayrılır və tarixlər bir-birinin ardınca düzülür. Aylar və fəsillər də vizual olaraq bir-birindən ayrılır. Adətən üfüqi xətt üzərində, bəzən də olur ki, şaqili istiqamətdə düzülə bilər və ilin axışını uşaqlar çox rahat şəkildə elə qrup otağımızın divarlarından istifadə edərək
yəni izləyə bilərlər ilin axışını və həmçinin onlar günün tarixini asanlıqla müəyyən edirlər. Dünən, bugün, sabah anlayışlarını daha rahat şəkildə qavrayırlar. Hətta uşaqlar öz ad günlərini, bayram günlərini, tətil günlərini də gözləməyi və izləməyi öyrənirlər. Bəli, Ülker müəllimə, bu təqvim modeli yəni çox maraqlıdır. Ümid Çox edirəm maraqlıdır. tərbiyəçi müəllimlərimizin bəli, onlar üçün də maraqlı olar. Bəs məktəbə hazırlıq qrupunda uşaqların yəni saatla tanışlığı anlayışları da var. Bəs saatla tanışlıq hansı istiqamətlərdə aparılır? Əsas məqamlardan biri də elə saatın öyrənilməsidir. Yəni ilk növbədə müxtəlif saat növləri ilə uşaqları tanış edirik. Elektron saat, mexaniki saat, qum saatı və s. Və daha sonra ilk başlarda saatın siferblatı ilə uşaqları tanış etməliyik. Siferblat nədir? Siferblat əqrəbsiz saat deməkdir. Yəni ədədlərin, rəqəmlərin 12 dairəsində düzülüşüdür. Və daha sonra biz böyük və kiçik əqrəb haqqında məlumat verərək, yəni siferblatın üzərinə əlavə edirik və bizdə artıq hazır saat maketi yaranır. Və ilk başlarda biz 1 dəqiqə anlayışını uşaqlarda formalaşdırmalıyıq. Yəni 1 dəqiqəni və saniyə ölçən və qum saatından mən düşünürəm ki, istifadə etmək daha önəmlidir. Və saniyə ölçəndə əqrəbin 1 dəqiqədə hərəkətinin, dairəvi hərəkətini uşaqlara nümayiş edirik. Həmçinin qum saatında da tərsinə çevirərək 1 dəqiqə ərzində onun fəaliyyətini göstəririk və uşaqlara özümüz tapşırıqlar da verə bilərik, yönəldirici suallar da verə bilərik ki, 1 dəqiqə ərzində siz nə edə bilərsiniz? Yəni, qum saatı və saniyə ölçəni onların qarşısına qoyaraq, 1 dəqiqədə çöplərdən naxuş düzəlt, 1 dəqiqədə fiqurları səbətə topla, 1 dəqiqə musiqi qoyub, hətta onların fəaliyyətlərini də tamamlada bilərik. Və 3-5 dəqiqə zaman müddətinin qavranılması da eyni metodika üzrə öyrədilir uşaqlarda. Daha sonra paylama materialı olan saat maketlərindən istifadə edilir. Yəni, böyük əqrəb və kiçik əqrəb haqqında izahatlar verilir və dəqiqə əqrəbi artıq 1 saat ərzində tam bir dairə cızır və praktik fəaliyyət burada başlayır, önəmlidir və uşaqlar saat maketində müxtəlif zaman dilimləri alırlar və onları adlandırırlar. Möhkəmləndirmək üçün oyunlardan istifadə edilir. Təşəkkür edirəm Ülker müəllimə, zaman təsəvvürləri haqqında bizə dolğun məlumat verdiniz və mən istəyərdim ki, fəza səmtləşməsi haqqında danışım. Fəzada səmtləşmə dedikdə ümumiyyətlə həm əşyaların, həm də əşyaların bir-birinə, həm də insana nəzərən yerlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Yəni, fəzada səmtləşmə həm də məkanda səmtləşməni nəzərdə tutur. Ümumiyyətlə, fəza qavraması uşaqlarda körpəlik dönəmlərindən başlayır. Yəni, körpə uşaqlar əvvəlcə yalnız üfüqi istiqamətdə hərəkət edən əşyaları izləyirlər və nisbətən zaman keçdikcə onlar şaquli və dairəvi hərəkətdə olan əşyaları da izləyirlər. Artıq onlarda analizatorlar inkişaf etdikcə onlarda həm özünə nəzərən, həm də əşyalar arasında olan məsafə anlayışı formalaşır və onlar həmin məsafəni təyin etməyə başlayırlar. Kiçik qruplarda, yəni 2-3 yaşlı uşaqlarda fəza səmtləşməsi üzrə ora, bura, yuxarı, aşağı, qabaq, arxa anlayışları formalaşmağa başlayır. Əgər uşaq yuxarı istiqamətdə səmtləşməni öyrənirsə və bunun ona əks olan səmtləşməni, yəni aşağı istiqaməti də öyrənir. Yəni, fəza səmtləşməsində uşaqlar istiqamətin birini və daha sonra ona əks olan digərini öyrənir. İstiqamətləri öyrənən zaman uşaqlar öz bədəninin müəyyən hissələri ilə də uyğunlaşma aparır. Hansı ki, bu uyğunlaşma bu zaman uşaq öz bədənini tanıyır, artıq tanımağı bacarır. Daha sonra bədən üzvlərinə uyğun olaraq istiqamətlərini təyin edir. Belə deyək, yuxarı baş, aşağı ayaqlarımız, irəlidə üz, arxada kürəyimiz, sağ tərəfdə sağ əlimiz və sol tərəfdə sol əlimiz var. Əslində bu üsul fəza istiqamətlərinin qavranılmasında dayaq rolunu oynayır.
Bəs Gülnar Məkana, müəllimə, istiqaməti bəli, yalnız öz bədən üzvlərimizə görə aparmalıyıq? ə, çox sağ olun Ülker müəllimə sualınız üçün. Əslində bu başlanğıc rolunu oynayır. Mən məkana səmtləşmənin üç növünü qeyd etmək istəyirəm, fərqləndirmək Buyurun. istəyirəm. Əvvəlcə özünə səmtləşmə, dediyimiz kimi uşağın onu əhatə edən obyektlərə nəzərən yerləşməsidir. Məsələn, mən qapının arxasındayam və yaxud da stolun sağında yerləşirəm. Daha sonra özündən səmtləşməni uşaq təyin edir. Yəni əşyaları özünə nəzərən yerlərini müəyyənləşdirir. Deyir, divan məndən sağdadır və yaxud ev mənim önümdədir. Digər məkana səmtləşmə isə obyektlərdən səmtləşmədir. Yəni bu zaman əşyaların bir-birinə nəzərən məkanda səmtləşməsi, yerlərinin təyin edilməsi nəzərdə tutulur. Deyək, televizorun önündə şkaf yerləşir və yaxud qapının yanında masa var və s. Və uşaqlar həm də qarşıda duran insanın sağ və sol istiqamətlərini təyin etmək üçün yenə də öz koordinatlarından istifadə edirlər. Yəni, qarşıda duran insanın sağ və sol tərəflərini təyin etmək üçün onlar əvvəlcə özlərində sağ və sol tərəfi müəyyənləşdirirlər. Daha sonra öz fikirlərində çevirmə aparırlar və həmin qarşıda dayanan insanın mövqeyinə keçirlər. Artıq bu zaman onlar qarşısında dayanan insanın sağ və sol tərəfini təyin etmiş olur. Ona görə də biz vurğulayırıq ki, özünə səmtləşmə başlanğıc rolunu oynayır. Oyun formasında biz uşaqlara verə bilərik harada nə yerləşir və bu oyunun nəticəsində uşaqlar arxasında, önündə, sağında, solunda, uzaqda, yaxında hansı obyektlərin, hansı əşyaların yerləşdiyini təyin edirlər. Bu cür tapşırıqlar uşaqlarda fəza səmtləşməsi üzrə artıq vərdişlər formalaşana qədər davam etdirilir. Uşaqlar istiqamətləri fərqləndirməyə bacarırsa, biz onlara müxtəlif istiqamətlərə uyğun hərəkət etmək üzrə tapşırıqlar verə bilərik və yaxud da oyunlar keçirə bilərik. Gülnar müəllim, oyunlardan demişkən bir Bəli. oyun nümunəsi də söyləmək istərdim. Yəni uşaqlar bu oyunu Buyurun. çox maraqlı oynayırlar. Yəni kəşfiyyatçı oyunudur bu. Biz əvvəlcədən otağın bir neçə yerində müəyyən bir əşyaları gizlədirik. Sonra onlardan həmin o gizlədilən əşyaları tapmağını istəyirik və bu zaman artıq biz uşaqları sözlü şəkildə istiqamətlendiririk. İrəli getsən, gəlinciyi tapacaqsan və yaxud arxaya dönsən, gəlinciyi görəcəksən. Bu zaman uşaq deyilən istiqaməti müəyyənləşdirir və həmin oyuncaqları tapır və tapandan sonra inanın ki, onların sevincinin həddi hududu olmur. Çox sağ olun Ülker müəllimə. Bəli, kəşfiyyatçı oyunu çox maraqlı oyundur. Biz də bu oyundan istifadə edirik Bəli. böyük yaş qruplarında. Və fəzada səmtləşmədən əlavə biz vərəq müstəvi üzərində səmtləşməni də uşağa öyrədirik. Bəs müstəvi üzərində səmtləşmənin öyrədilməsi nə üçün lazımdır? Uşaqlar rəsm məşğələlərində obyektləri düzgün yerləşdirmək üçün məhz müstəvi üzərində səmtləşmədən istifadə edirlər. Məsələn, kiçik yaşlı uşaqlara biz bu bacarıqları, bilikləri formalaşdırmaq üçün tapşırıqlar verə bilərik ki, vərəqin və yaxud da ki, masanın üzərində əşyanı yuxarı, aşağı hərəkət elətdirsin və yaxud verilən əşyaları masanın üzərində soldan sağa doğru yəni bir cərgə şəklində düşsün, eyni hizada, cərgədə düşsün. Orta qrupda isə artıq vərəqin yuxarı və aşağı zolaqlarını uşaq sərbəst müəyyənləşdirir, təyin edir və hətta əşyaların bir hissəsini mərkəzdə də yerləşdirir. Vərəqin sağında, solunda verilən əşyaları yerləşdirir. Böyük qrupda isə biz müstəvi üzərində səmtləşməni ölçü, forma anlayışları ilə birgə verə bilərik. Həndəsi fiqurların, məsələn, ölçülərinə görə və yaxud da sayına görə vərəqin müxtəlif yerlərində, müxtəlif hissələrində, istiqamətlərində yerləşdirməyə tapşırırıq. Deyə bilərik, böyük dairəni vərəqin mərkəzinə qoy, ortasına qoy.
və yaxud 3 kiçik üçbucağı sağ tərəfə yerləşdir, 4 böyük kvadratı yuxarıya qoy. Artıq tapşırıqların dərəcəsi məktəbə hazırlıq qruplarında nisbətən mürəkkəbləşdirilir və bu qrupda biz onlardan həmin əşyaları vərəqin yuxarı sağ küncünə və yaxud aşağı sağ küncünə yerləşdirməyi təklif edirik. Gördüyümüz kimi 5 istiqamət üzrə aparılan bütün işlər bir-biri ilə paralel formada təşkil olunur və biz gözləmirik ki, uşaqlar bir istiqamət üzrə biliklərə yiyələnsin, daha sonra digər istiqamətə keçid edək. Yəni, Və bunların hamısı beləliklə paralel formada. Gülnar müəllimə, beləliklə məktəbə qədər yaş dövrü uşaq inkişafının ən həssas və əhəmiyyətli mərhələlərindən biridir. Bu mərhələdə formalaşan bilik və bacarıqlar uşaqların gələcək təhsil həyatının əsasını təşkil edir və məntiqi riyazi təfəkkürün inkişafı məşğələsi isə uşaqlarda məntiqi düşüncə, təfəkkür, analitik təhlil, problem həll etmə bacarıqlarını inkişaf etdirir. Ümumiyyətlə, Ülkər müəllimə, uşaqların riyaziyyata olan marağı deyərdim ki, çox təbiidir. Lakin bu marağı inkişaf etdirmək biz tərbiyəçi müəllimlərin vəzifəsidir. Uşaqların hansı riyazi anlayışlara maraqlarının olduğunu gün ərzində onların yerinə yetirdiyi fəaliyyətlərə əsasən biz müəyyənləşdirə bilərik. Yəni, gündəlik rejimdə bunun üçün kifayət qədər belə imkanlar mövcuddur. Bütün yaş qruplarında, istər kiçik, istər böyük yaş qruplarında planlaşdırmadan düzgün istifadə ediriksə, düzgün istifadə etdiyimiz zaman və didaktikanın tələblərindən düzgün istifadə etdiyimiz zaman biz öncədən müəyyənləşdirdiyimiz təlim nəticələrini əldə edə bilərik. Və əziz tərbiyəçi müəllimlərimiz, çalışın məşğələlərinizdə motivasiyadan, aktuallaşdırmadan və bolluca əyləncəli oyunlardan istifadə edəsiniz. Məşğələləriniz əyləncəli və gözəl keçsin. Çox sağ olun diqqətinizə görə. Uğurlar tərbiyəçi müəllimlər. Diqqətinizə görə təşəkkür edirik.